Bu videonu gördünüzsə, mənzil axtarışını dayandırın. Əziz və dəyərli izləyicilərimiz, gözəl təmirli, xüsusilə brend əşyalarla, brend təmir məhsulları ilə təmir olunmuş mükəmməl bir mənzilimiz satışa çıxarılıb və mənzil daxilində gördüyünüz bütün video kadrlar reallığı əks etdirir. Nəzərinizə çatdırım ki, əla bir kompleksdə, bax bu gördüyünüz stula qədər hamısı yeni, səliqəli şəkildə əla bir mənzilimiz satılır. Mənzilimizin ilk növbədə qonaq otağını sizlərə təqdim edirəm. Studiya tipli qonaq otağı var və xüsusilə də çox gözəl şəkildə yığılmış bir mətbəx hissəsidir. Baxın, bütün elektronikalar yeni və əsas məsələ mənzilimizin girişindəki bu gözəl təmir həqiqətən də insana xoş təəssürat bağışlayır. Yəni mənzilin qiyməti ola bilər, baha ola bilər, amma mənzildən müsbət enerji almadısa, demək o mənzilin heç qiyməti yoxdur. Deməli, mənzilimizin giriş qapısıdır. Bax, gördüyünüz kimi belə bir səliqəli, gözəl bir giriş qapısı var. 16 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Bu hissədə çamaşırxanadır. Bax, gördüyünüz paltaryona qədər burada quraşdırılıb. Çox səliqəli və bütün detallarına, bütün incəliklərinə fikir verilib. Burada dərin bir şkafı var. Əziz və dəyərli izləyicilərimiz, qiymətini də açıqlayacağam sizə. Elə bir qiymətə təklif olunur ki, doğrudan da yəni bugünkü gün bu kompleksdə bu cür təmirli, diqqətlə baxın, yəni belə bir dənə zəhmət olmasa içəridən göstər, belə təmirli, ikinci, belə bir mənzil yoxdur. Xahiş edirəm videomuzu baxarkən videomuzu bəyənin, qayd edin. Mənzilimizin döşəməsi parketdir. Bax, burada da yenə də bax, dərin bir şkafı var. Bütün əşyalar da, əziz və dəyərli izləyicilərimiz, yenidir. Kondisioner də var hər otağında. Buradan eyvana çıxışdır, kombi, radiatorlar. Yəni evdə bugünkü gün yaşayış üçün nə lazımdırsa hamısı təmin olunub. İnşallah ki, alırsınız. Qiyməti 178 min manatdır. Blue City yaşayış kompleksində Xırdalan şəhərində yerləşir mənzilimiz və ətraflı suallarınız üçün əlaqə nömrəmiz 055 966 4500 nömrəmizə əlaqə saxlayıb daha ətraflı və daha dolğun məlumat ala bilərsiniz. Sağ olun.